Qızlar, dünən Faberlikin SPF kremini istifadə elədim. Məni yaxşı mənada o qədər təəccübləndirdi ki, əvvəllər istifadə elədiyim bəzi SPF-lər üzümdə ağır hiss yaradırdı, ağappaq, belə palçıq kimi qalırdı. Ona görə də heç istifadə eləmək istəmirdim. Amma bunu dünən çəkəndə elə bil adi nəmləndirici krem vurmuşdum. Tərkibini də araşdırdım. Bu krem UVB, UVA və HEV şüalarına qarşı qoruma təmin edir. Yəni UVB günəş yanıqlarından qoruyur, UVA dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. HEV isə telefon, kompüter ekranlarından gələn mavi işığın təsirinə qarşıdır. Tərkibi isə o qədər zəngindir ki, Aquafem kompleksi var. Bu dərinin daha canlı görünməsinə kömək eləyir. Arı mumu dərini yumşaq ipək kimi hiss elətdirir. E vitamini isə antioksidant təsiri ilə dərinin qoruyucu baryerasını dəstəkləyir. Bu məhsulu storyda paylaşan kimi o qədər mesaj aldım ki, ona görə də Faberlikin münasib gözəl məhsullarını sizin üçün sınayıb bəyəndiklərimi səmimi şəkildə bölüşəcəm.